Köklərindən biri 2 minus kök altda 3 olan kvadrat tənliyi yazın deyir. Deməli, x1 bərabərdir 2 minus kök altında 3'dür. Əgər tənliyin köklərindən, kvadrat tənliyin köklərindən biri rasional ədəddirsə, deməli, digəri də həmin rasional ədədin qoşması olacaq. Digər kökümüz 2 plus kök altında 3 olacaq. İndi bu Viya teoreminə əsasən köklərin cəmini tapaq. x1 plus x2 bərabərdir 2 minus kök altında 3, üstə gəl 2 plus kök altında 3. Bunlar islah getsin, deməli cəmi oldu 4. Köklərin hasili isə 2 minus kök altında 3, vur 2 plus kök altında 3. İndi baxın, müxtəsər vurma düsturuna əsasən 2'nin kvadratı 4, kök altı 3'ün kvadratı 3, 4 çıxılsın 3 bərabərdir 1. İndi kvadrat tənliyi quraq. X kvadratı çıx köklərin cəminin əks işarəsi. Çıx 4x, hasilin isə olduğu işarə ilə götürürük. Üstə gəl 1 bərabərdir 0. Biz kökləri, yəni bu olan kvadrat tənliyi qurduq. Deməli, x kvadratı minus 4x üstə gəl 1 tənliyimiz